Ayta havalar soyudu. Bax bu yağışlı havan yeməkləri nədir? Göstər görək. Ekskluziv yeməklər pişirmişəm bir Aha. havanın soymasına görə. İtidir, daş arasıdır, ördəkdir, toyuqdur, onlar hamısı öz yerində. Bugünkü gündə topuda quzu maçalarıdır, topuda dana quyruğudur. Gözdə də Beş elə boz. yox. Bir-bir hamısını aç, tərkibində. Bax, dana Qiymətlərdir. quyruğu, quzu maçadır. Bu topuda, böyük topuda. Bu da quzu maçadır. Quzu maça. Bu dana quyruğudur. Bu dana quyruğudur. Neçə porsiya burada? Bu 4 porsdur. Aha. Bu quzu maçadır bu da. Bax, baba ən maraqlı yer burdadır. Bax, bu dana quyruğu noxudlandır. Biti qaldı. Bəli, bu dana ətindən biti deyək də, şabalıtlı dana ətidir. Bizdə buna Qəbələdə buğlama deyirlər. Bu da dana quyruğu noxudlandır. Bu da hündüşka şabalıtla. Bu ikisi hündüşka. Hündüşka şabalıtla. Bunların qiymətləri Möhtəşəm nədir? bir bəs? yeməkdir. Neçə manat? Qiymətləri 8-10 manat arasında dəyişir. 810 manat. Bəli. Ay maşallah. Durun gəlin hara atağın yanına. Dördüncü bir Gəlsinlər. Bu hamısı fantaziyadır, ideyadır.